zəngin filmi var, Şindlerin Siyahısı. Hamınız yəni ki, baxmısınız. O təbliğatı baxımdan elə bir gözəl, bir dəhşətli bir ekran əsəri yaratdı ki, İsraillə münasibəti yaxşı olmayan, İsraili dövlət kimi tanımayan 20-yə qədər, bəlkə də 20-dən çox ölkə o filmdən sonra dedi, yox, bunlar doğrudan da dəhşətlər yaşayıblar. Hətta filmdə senari yalan olsa belə, bəlkə də yalandır, bəlkə də orada tarixi faktlar təhrif olunub, bilmirəm. Amma hər halda o filmin təsirindən bir çox ölkələr İsraili dövlət kimi tanıdı. Amma mən həmişə car çəkirəm, bizdə filmlər çəkilmir Qarabağla bağlı. Hə, ermənilərlə münasibət pozular. Orada bir insanın həyatından çəkilsin, nə olar? Gərək mütləq döyüş səhnəsi, Hadrutun necə alınması ya başqa şeylər olsun. Yox. Yala bir erməni əsrinin gəlib bizə düşməsi, sonra onun azad olunmasından bəhs olunsun, humanizmi göstər, ya azıb müharibə vaxtı gedib, heç ayrı adamlar göstərilməsin. Adam gedir elə hara baxır, görür tutaq ki, erməni var, başqa yolla filandan axırı nə cürsə çıxıb. Belə, ya arxa cəhbədə baş verənlərdən, məsələn, bizim Yalan filmi var. Vidadi Həsənovla Gülşad Baxşıyeva əsas rolları oynayırlar. Müharibə demək olar ki, yoxdur. Sadəcə bir yerə döyüşə oğlun dalınca gedəndə ata, orada bir balaca nəsə, o da səs-küy gəlir. Konkret döyüş səhnəsi göstərilmir. Amma bir dənə çəkilmir. Mən hələ dünya səviyyəsinə demirəm. Hələ bütün dünya bildi ki, Azərbaycan 44 gün ərzində özünün suveren ərazisini azad elədi. Qəhrəmanlıq göstərdi. Bugün də Amerika generalları, dünyanın hərbiçiləri danışır ki, ordu sıldırım qayadan necə çıxıblar, belə şey olmuyor. Quru döyüşləri demək olar ki, indi aparan dövlətlər yoxdur, qorxurlar, risk eləmirlər. Ancaq yuxarıdan bombalayırlar. Amma quru döyüşlərinə girmək hər ölkənin başı üçün deyil. Dünyanın hegemon dövlətləri də olsa görürsünüz, Amerika girə bilmir. Quru döyüşləri, adalarda quru döyüşlərinə girəcəkdi. İran əhalisi də gülə-gülə dedi ki, gəlin. Gəldiyiniz, amma sayınız qədər də tabut düzəldin, sizi yola salıq. Yəni, amma Azərbaycan o çıldırım qayalarla, filanla qalxdı, orada xarübələr yarattı. Bütün dünya bilir və bədii təsvirini, bədii ekran əsərini gözləyir. Bizdə yoxdur. Mən deyirəm, indi şərait yaradım, mən də bir senari yazım. Senari yazım, həm də müharibə görmüş, yaralanmış bir adam kimi, bəlkə, nə bilim, 200 şəhiddən çəkiliş eləmişik, onlarla filmimiz var, şəhid ailələrindən çəkilişlər eləmişik, hələ çəkmədiyimiz, ancaq söhbət elədiklərimiz də nə qədərdir bildiyiniz kimi. Yəni var, azdan çoxdan təcrübəmiz var, incə sənətdən də başımız çıxdığına görə mən tələbə vaxtından ssenarilər yazırdım. Sənətli filmlər üçün başqa şey. İndi hər halda özümüz də çəkəndə özümüz üçün ssenari yazırıq. Yəni başım çıxır, yazaram, təqdim eləyərəm, xırda-xırda, qısa metrajlı. Həftəyə bir dənə yazaram. Sevgi, ayrılıq, həsrət, nə bilim, biz yaralı olanda məsələn bir oğlan ayağın biri kəsilmişdi, qız gəldi nişanlısı, bu da həsrətlə gözləyirdi. İngilçevirdə yatırdım. Gəldi, üzüyü qaytardı ki, mən ayaqsız adamdan həyatımı davam elətdirə bilmərəm. Onda onun nə dəhşətlər çəkdiyini, sonra yavaş-yavaş söhbət zad edir. Bu səhnələr var. Başqası var, 2 ayağı da yoxdur, deyir, eybi yoxdur. Sən vətən üçün ayaqları itirirsən, ömrü boyu qulluğunda duraram. Belələri də var. Bunların birini götürüb o qədər senari yazmaq olar. Yazmağa nə var ki? Mövzu var, motiv var, təhsilli şeylər var. Bacarığımız az olar, bir başqa adam da dəvət edirəm ki, mən yazmışam, qurudur. Bunu rəngarəng elə. Yəni yaza bilər. Azərbaycanda o qədər gözəl senari yazanlar var. Aynur Zərrintac var, o balaca bir ayaqqabı filmi çəkmişdi, Batinkada belə deyək, nə bilim. 4 dəqiqə də deyil idi heç. Amma o partladı, bizim əməkdaş olub əvvəllər, tələbəlik vaxtı. Bizim qəzetdə çalışırdı. Gözəl yazıb, yəni belə yazanlar çoxdur. Yaza bilərlər, amma o çəkmək də var. Onda da çox pul xərclənmir. Amma şou, belə lazımsız, nə bilim, səksək şeylərə yaxşı pul ayrılır, çox qəribədir ki. Amma mən istəyirəm, samballı olsun. Bax, Dvorak'ın melodiyası məsələn, bu dünya səviyyəsinə çıxan bir filmdir, amma qısa metrajlı təəssüflü. O Oscara qədər gedən filmdir, uzaq sahillərdə yoxsa elə deyil.
Var elə filmlər var. Sonra Skripkanın köməkçiləri, dəhşətli filmlərdir. Hamısı o İkinci Dünya Savaşından bəhs eləyir. Bizdə də yazmaq olar. Nə var ki? Texnologiya var, gözəl çəkilir. Amma təəssüf ki, bizdə eləmirlər. Sanki qoymurlar. Yadıma gəlir, biz lap əvvəl televiziyalara çıxanda dedilər siyasətdən danışmaq. Sonra demədilər. Dedilər ki, dini misallar gətirmə. Tutaq ki, ailə tərbiyəsindən danışırdıq televiziyalarda. Necə olur, nə bilim, Çexovdan, Drayzerdən misal gətirsən, birdən də deyirsən, Həzrət Əli əleyhissalam deyirdi ki, ailədə qadın tutaq ki, əsas hörmət olunan bir şəxs olmalıdır. Misal üçün deyirəm, belə hədis sonra deməyin ki, elə hədis yoxdur axı. Yəni, bir qadın haqqında, bir qız övladı haqqında Peyğəmbərimizin bir hədisi var. Məsələn, onu misal gətirən kimi televiziyada dedi, bəsdir də dini veriliş edirəm. Deyim, nətə misal çəkirəm də, və müsəlman ölkəsi isə, ya Qurandan bir dənə şey, mən uzun-uzadı orada təbliğat aparmıram ki, sitat gətirirəm. İmam filankəs ailə haqqında belə deyib, pis söz deyib ki, Drayzerdən, nə bilim, Ernest Hemingway'dən 1000 dəfə təsirli sözlər deyir, ya Cəfər Cabbarlı bunu deyib. Olar, amma dini cəhətdən yox. Sonra ona da qarışmadılar o qədər. Lap sonlarda, hətta aprel döyüşləri ərəfəsində də deyirlər ki, nə danışırsan, danışa bilərsən, bir dənə ermənilərlə bağlı, yəni pis danışma. Niyə? Deyirlər ki, danışıqlar falanlar gedir. Bugün də yəqin ki, elə bir qadağa var. Yəni, belə yazmaq olar, çəkmək olar, dünyaya çıxartmaq olar, Dvorak melodiyası kimi. Gözlür ki, orada döyüş səhnəsi yoxdur. Bir yaralının başına gələndən bir böyük Dvorak adlı bəstəkarın onu öz zirzəmisində necə qorumasından, saxlamasından gedir söhbət. Nə qədər təsirli, nə qədər belə orada Alman zabiti ilə çox dəhşətli diyaloq var. Bizdə də eləmək olar. Orada bir yaxşı erməni də göstərmək olur. Da hamısı qan içən deyir ki, orada nəsə biri əsir düşür, biri deyir ki, mən şərait yaradıram, get. Belə şeylər də olub, hər zaman olub. Bizdən də olub elə. Mənim xatırlayıram, hansı döyüş idi bilmirəm, bir erməni əsir düşmüşdü, sonra gördüm, deyəsən Gəncəbat oyundu. Gördüm o əskərlər, o da qorxur, sıxılıb, qucaqlaşır. Sən də məskəkdə bir olublar, bir-birinə çoxlu kömək eləyiblər. Nə bilim, 92-nin iyul ayının əvvəli idi. Yəni, uzun müddət dostluq olub, müharibəyə qədər də bir-birinə yazışıblar, nə eləyiblər. Komandira dedi ki, bunu buraxdı. Mən o qədər döymək istəyiblər, bu mənə kömək eləyib, mən ona kömək eləmişəm. O da söz verdi, avtomatını qoydu. Yoxsa avtomatı verdilər, deyəsən güllələri çıxartdılar. Dedilər, get bir də döyüşə qatılma. O da dedi, məni zorla gətiriblər, amma söz verirəm, bir də gəlməyəcəm. Dedi, bir də əsir düşsən, səni öldürəcək. O da çıxdı, getdi. Məsələn, bu səhnə gör nə qədər təsirlidir. Amma onu indi belə mən ümumi gördüyüm kimi yox. Onu o qədər o xatirələrə dalmaq filan, bu şeylərdən danışmaq olar. Yaxud da əsir. Bunun indi bugünkü Ermənistana ya Paşinyana aidiyyatı yoxdur.Əsirin necə qaçmasından o qədər əsirlərimiz olub ki, qaça biliblər, gəliblər. Dalınca qaçan ermənilər də bilmədən minaya düşüblər. Belə şeylər olub. O qədər, hələ mən bir-iki dənə indi beynimə gəldi dedim. Oturub onu mən həftədə bir dənə senari yaza bilərəm. Yazın, siz də çəkin. Aktyorları falanları da özünüz seçin. Sənədli filmlər var, sağ olsun, Mübariz Əsgərov bu istiqamətdə çalışır, yazır. Amma belə daxili auditoriya üçün. Dünya gözləyir ki, bu müharibə olub, bir dənə şey yoxdur. İraqda olan, Suriyada olan hadisələrdən gündə bir film çəkir. Hətta Yaponiyada, Çin də çəkir. Çin gedib orada bir əməliyyat edir, Çin xüsusi təyinatlıları. Amma bu boyda biz Qarabağı azad eləmişik. Nə bilim, İsa Qəmbərlə müsahibə alanda deyir, təkcə son 100 ildə 183 belə Qarabağ kimi münaqişə var. Heç biri həll olmadı. Yalnız Qarabağ həll olundu. Bu 183 münaqişənin içində son 100 ildə həll olunan yeganə problem kimi Qarabağ və bunu dünyaya da göstərməliyik axı. Məddahizmə bəhs edən kitabların heç olmasa bəzisini yönəltmək lazımdır da. Yönəltmək lazımdır ki, bu Qarabağdan da yazılsın. İndi şəhidlərdən kitab yazıları adam əleyhinə danışa bilmir, amma
mən bir çoxun tədbirində iştirak edirəm. Elə onu danışdırıb, bunu danışdırıb. Düz deyil, şəhid haqqında bir vərəq yazsan da qənimətdir. Yazılan qalır, tarix deyil. Amma valideyndir də üz qalın kitab, üz qabığında şəhidin şəkili, içində nə bilim şəkilləri, kimisə xatirələri, amma daha yaxşı eləmək olar. Daha belə bədii tutumda yazmaq olar. İçində bəziləri var, roman yazıblar. Bir çoxları haqqında belə görsən ki, hə, peşəkardır. Amma bu da bir dəb düşüb, hardansa bir mənbədən pul alırlar, çıxardırlar elə. Nə qədər hərf səhvi var, nə qədər bayağı şeirlər var. İndi kimsə yazıb, amma sən onun bədii tutumuna baxmalısan, heycasına, qafiyəsinə baxmalısan. Çox təəssüf ki, ona fikir vermirlər. O gün Əli bəy Azəri ilə müsahibələrində də dedi, bizim ədəbiyyatımıza senzura lazımdır. Ağzına gələni, ədəbiyyatdan uzaq şeyləri danışırlar.